Bugünkü mövzumuz Əhlüsünnə alimlərinin Muaviyəyə lənət etməsi, Muaviyəni kafir görməsi, Muaviyəyə nifrət etməsi barəsində olacaq. Ekranda gördüyünüz kitab İmam Əhmədin tələbəsi İshaq ibn İbrahim ibn Haninin məsailidir. Deməli, Məsail İmam Əhməd ibn Ənbəl, cild 2, səhifə 154-dür. Rəvayət 1866. Deməli, nəql edilir ki, İmam Əhməddən eşitmişəm ki, İmam Əhmədin tələbəsi deyir, İshaq ibn İbrahim ibn Hani deyir ki, İmam Əhməddən eşitmişəm ki, Dəlləbey kimdir deyəcəm biləcəm. Dəlləbey ona belə demişdir. Əli ibn Cəd də kimdir bildirəcəm. Əli ibn Cədin belə dediyini eşitdim. And olsun Allaha, Muaviyə müsəlman olaraq ölməmişdir. İndi baxırıq Dəlləbey kimdir? Deməli, bu haqda Ziyad ibn Əyyubdur adı, ləqəbi Dəlləbeydir. Zəhəbi görür nə deyir? Öz işini yaxşı bilən imam, böyük hafizdir. Buxari, Əbu Davud, Tirmizi, Nəsai ondan hədis nəql etmişlər. İbrahim ibn Urmə onun haqqında demişdir. Yer üzündə Dəlləbeydə mötəbər bir kimsə yoxdur. Əbu Hatim də onun haqqında demişdir. Çox düz danışandır. Zəhəbi bunu deyir Siyar-ı Aləmi Nübalədə, cild 12, səhifə 120-121-də. Bax, sonra Əli ibn Cəd kimdir? Yəni bu sözü deyən ki, and olsun Allaha, Muaviyə müsəlman olaraq ölməmişdir. Əli ibn Cəd, Zəhəbiyə baxırıq, o bildirir. İmamdır, hafizdir, Bağdadın etibar olunan hədis ravisidir. Buxarı, Əbu Davud, Yəhya ibn Muin, Xəlf ibn Salim, Əhməd ibn Həmbəl, Əhməd ibn İbrahim Düvrəqi ondan hədis nəql etmişlər. Zəhəbi bunu deyir. Zəhəbi bunu deyir Siyar-ı Aləmi Nübalədə, cild 10, səhifə 459-da. Sonra hələ Əli ibn Cədd bildirir ki, Allahın Muaviyəyə əzab etməsindən narahat olmazdım. Bunu da bildirir yenə Zəhəbi Siyar-ı Aləmi Nübalədə, cild 10, həmin cilddə, səhifə 460-da. Yəni bu iki nəfər Kutub-ı Sittənin, Əhl-i-Sünnənin 6 əsas hədis kitabının və başqa kitablarında raviləridir, əsas ravilərdir. Yəni bu raviləri qırağa açsaq, Kutub-ı Sittə yoxdur. İndi başqa raviləri də gətirəcəm hələ. Hələ bu iki ravidən dedim. Bu iki ravini, məsələn, Kutub-ı Sittənin ravilərini qırağa açsaq, Əhl-i-Sünnədən nə qalır? 6 hədis kitabından esinə. Çünki bu ravilərdən bizə din, Əhl-i-Sünnə dini, bu ravilərdən gəlib. Bunların da bizə bildirdiyi. Ekranda gördüyümüz kitab Əbu Bəkir İbn Xəllalın Əs-Sünnə kitabıdır. Burada baxırıq, cild 3, səhifə 503, nömrə 808-ə. Baxa görə nə yazılıb? Yazılıb ki, Muhammed ibn Ubeydullah ibn Yezid Əl-Münadinin belə dediyini eşitdim. 9-cu ildə Məkkədə idik. Ubeydullah ibn Musa da bizimlə idi. Ubeydullah ibn Musa kimdir? Deyəcəm indi. Yol əsnasında söhbət edirdi. Birdən söz Muaviyədən düşdü. Bu zaman Muaviyəyə və Muaviyəyə lənət etməyənə lənət etdi. Yəni Ubeydullah ibn Musa etdi bunu. İndi kitabın mühəqqiqi də, yəni təhqiq edəni Ətiyyə ibn Zəhranidir. Bu rəvayətin sənədinin Həsən dərəcəsində olduğunu bildirib. İndi baxa görə bu kimdir bu Ubeydullah ibn Musa? Zəhəbi deyir ki, Buxarinin birbaşa hədis nəql etdiyi şəxslərin ən görkəmlilərindəndir. Zəhəbi bunu deyir Tarix-ül İslamda 5-ci cild 389-da. Sonra Zəhəbi yenə deyir 9-cu cild 553-də Siyar-ı Aləmi Nübalənin. Bildirir ki, bu adam imamdır, hafizdir və abiddir. Sonra davam eləyir. Zəhəbi bildirir ki, Kufədə sahabələrin sırası əsasında Müsnəd kitabı yazan ilk şəxsdir. 6 səhih kitabın müəllifləri ondan hədis nəql etmişdir. İbn Məyin və başqaları onu siğə bilmişlər, yəni güvənlər bilmişlər. İbn Hatim də deyir ki, siğadır, saduqdur, hədisləri yaxşıdır. Bunları deməli bildirir Zəhəbi Siyar-ı Aləmi Nübalədə
9-cu cilddə 554-cü səhifə, 555 və 556-cı səhifədə. Ubeydullah İbn Musa da Kutubu Sittənin ravilərindəndir. Bizə yəni hədis çatdıran, hədisləri Kutubu Sittə Əhl-i Sünnə əqidəsinə çatdıran ravilər. Daha sonra baxaq görək tabeinlərin imamlarından sayılan Həsənül Bəsri nə deyir? Hansı ki, Həsənül Bəsriyə Zəhəbi Şeyxülislam deyib. Həsənül Bəsri özü 120-yə yaxın sahabə görüb. Deməli, Həsənül Bəsri deyir, Muaviyyədə 4 özəllik vardır ki, bu 4'ü deyil. Bunlardan sadəcə biri olsa onu həlak etməyə yetər. Sonra 4'ünü də sadalayır. Birinci, bu ümmətin içində Rəsullahın əshabından və fəzilətli insanlarından çox kimsə qalmasına rəğmən ümmətin başı olma vəzifəsini qılınc gücü ilə, hətta şuraya belə baş vurmadan almış olması. İkinci, özündən sonra sərxoş, içki içən, ipək geyinib, çalğı çalan oğlu Yezidi vəliyyət etməsi. Üçüncü, Rəsullallahın uşaq üzərində doğulduğu yatağa aiddir və zina edən üçün ancaq mərhumiyyət vardır. Yəni, məhrumiyyət vardır. Yəni, o zina edən ona aidiyyəti yoxdur. Buyurduğu halda, Rəsullahın belə buyurduğu halda, ziyadı öz nəslinə qatması. Dördüncü, səhabə Hücr ibn Adi və adamlarını öldürməsi. Hücr ibn Adi və adamlarını ona görə öldürüb ki, onlar Əliyə lənət və söyüşə qarşı çıxırdılar. Ona görə öldürüblər. Ardıca deyir, Hücrə görə Muaviyyənin vay alına, Hücr və Hücrün adamlarına görə Muaviyyənin çarptırılacağına necə də dəhşətlidir. Bir çarptırılacağı cəza Muaviyyənin necə də dəhşətlidir. Bunu deməli Həsənül Bəsri deyir. Yəni deyir 4 özəllik vardı Muaviyyədə. Onlardan biri olsaydı kifayət eləyərdi onun həlak olmağına. Hansı ki 4'ü də olub bunda. Bu Həsənül Bəsrinin bu sözü keçir 3 tarix kitabında, tarix mənbəsində 3 dənə. Deməli deyirəm. Təbəri tarixində 3-cü cild 232-ci səhifə, İbnül Əsrin tarixində 3-cü cild 337-ci səhifə, İbn Kəsirin Bidayə və Nihayəsində 11-ci cild 428-ci səhifə. Yəni, İslam dünyasının 3 əsas tarix kitablarındandır. 3 kitab. Elə bu məsələyə toxunmuş gələm də baxa görək, sahabə Muaviyyə haqqında nə deyib? Məsələn, 2 dənə sahabəni gətirəcəm ki, onlar ümumiyyətlə Muaviyyəni heç xəlifə sayıblar, kral sayıblar. Sahabə məsələn, bax, Sad ibn Əbi Vaqqas Muaviyyənin xilafəti ilə razı olmadığı üçün heç vaxt ona əmrəl-möminin deyə salam verməmiş və ona belə xitab etməmişdir. Məlik, kral adı ilə ona salam verib xitab etmişdir. Muaviyyə onun bu rəftarından incimiş və ona mənə əmrəl-möminin deyə müraciət edə bilərsən. Hal-hazırki vəzifəmə bu şəkildə gəlmək istəməzdim. Bu məsələ keçir, dediyim bu məsələ. Belazuri'də, yəni Səbda 5-ci cild 24-cü səhifədə. İbnül Əsirdə keçir, Əl-Kamildə 3-cü cild 9-cu səhifədə. Sonra başqa bir sahabə də Əbu Səid Əl-Xudri Muaviyyənin yanına daxil olduqda salam olsun sənə ey kral deyərək salam vermiş. Muaviyyə əmrəl-möminin demədiyi üçün Əbu Səid Əl-Xudriyə qəzəblənmiş. Əbu Səid Xudri də ona cavab olaraq demişdir. Səni biz əmir seçsəydik, deyir, səni biz əmir seçsəydik, haqlıydın. Amma sən onu zorla aldın. Yəni zorla keçmişsən bura, biz səni seçməmişik. Bu da keçir Belazuri'də, Ənsabda 5-ci cild 47-ci səhifədə. Sonra baxırıq Kutubi Sittənin ravilərindən olan Cərir ibn Əbdülhəmid. Ekranda gördüyünüz kitab İbn Həcərin Təhsib-i-Təhsir kitabıdır. Burada baxa bilərsiniz 2 yerdə. 1-ci cild 550-ci səhifə və 2-ci cild 77-ci səhifədə. Qeyd edir ki, İbn Həcər siqadır, yəni güvənilir olduğunda ittifaq vardır. Qüteybə deyir ki, Hafiz Cərir bizə hədis nəql etmişdir.
Lakin mən onun açıq şəkildə, açıq aşkar şəkildə Muaviyəni təhqir etdiyini, söydüyünü eşitmişəm. Hə. Bu adam, bu ravi, Əhl-i-Sünnənin Kütub-i Sittənin ravilərindəndir. Buxari və Müslim başda olmaqla bütün böyük hədis kitablarında bu adamın rəvayətləri vardır. Zəhəbi görək nə deyir bu adam haqqında. Zəhəbi Siyar-ı Aləmin Nübalədə 9-cu cild 10-cu və 17-ci səhifələrdə deyir ki, imamdır, hafizdir, qazidir, 6 səhih kitabın müəllifi ondan hədis nəql etmişdir. İbn Səd, Nəsai, Lələkai və başqaları onu seyqə, güvənilir bilmişlər. Daha sonra baxırıq ravilərdən Əbu Nueym, Əl-Fadıl, İbn Dukeyn. Ekranda gördüyümüz kitab Zəhəbinin Siyar-ı Aləmin Nübalə 10-cu cild 432-ci səhifə, 3-cü cild 3145-ci səhifədə baxa bilərsiniz. Burada Zəhəbi qeyd edir bu adam haqqında, deyir ki, Buxari ondan çox hədis rəvayət etmişdir və o Buxarinin ən böyük şeyxlərindəndir. Sonra davam edir, deyir, mən Zəhəbi deyirəm, Əbu Nueym, yəni bu adam və Ubeydullah ibn Musa, bu ikisi, yəni bu ikisi də böyük ravilərdəndir Əhl-i-Sünnənin kitablarının. Deyirlər ki, Əbu Bəkir və Ömərə böyük hörmət bəsləyirdi bu adamlar. Lakin Muaviyə və onun yaxınlarını təhqir edərdilər, söyərdilər. Daha sonra baxaq, görək Zəhəbi Muaviyə haqqında nə deyir. Ekranda gördüyünüz kitab Zəhəbinin Siyar-ı Aləmin Nübalə kitabıdır. Cild 3, səhifə 128. Zəhəbi buyurur, Muaviyədən sonra onu sevən, onun barəsində ifrata varan və onu digərlərindən üstün bilən çoxsaylı insan kütləsi formalaşmışdı. Bu şəxsləri ya Muaviyə səxavət, mülayimlik və bəxşiş ilə ələ almışdı, ya da onlar Şamda dünyaya gəlmiş, gözlərini açandan Muaviyə sevgisi görmüş və övladlarına da bu sevgi əsasında tərbiyə vermişdilər. Belə şəxslər arasında az sayda sahabə, çoxlu sayda tabein və fəzilətli şəxslər var idi. Onlar Muaviyə ilə birlikdə İraqlılarla döyüşmüşdülər. Burasına diqqət edin, son cümləyə. Deyir, onlar nasibilik təlimi əsasında böyüyüb boya başa çatmışdılar. Bu da Zəhəbinin fikri, yəni nasiblik təlimi. Həm də Zəhəbidən danışmışkən, Zəhəbinin elə həmin kitabı Siyar-ı Aləmin Nübalədə 14-cü cild 133-cü səhifəyə baxaq. Orada Nəsai haqqında fikir bildirir. Zəhəbi deyir ki, Nəsai hədis illətləri və ricalı barəsində Müslimdən, Əbu Davuddan və Tirmizidən daha mütəxəssisdir. O, Buxari və Əbu Zurə səviyyəsindədir. Amma deyir, onda Muaviyə və Əmir İbn As kimi əli düşmənlərindən üst çevirmə vardır. Nəsaidəki böyük alimlərdən də Əhl-i-Sünnənin Kütub-i Sittənin biri də ona aiddir, 6 kitabdan biri də onundur. Belə. Daha sonra baxaq, Əhl-i-Sünnə alimlərindən Müstədrəkin müəllifi Hakim. Zəhəb onu imam, hafiz, mühəddislərin şeyxi adlandırıb. Subki deyir ki, imaməti üzrə ittifaq edilmiş hafizdir. Farisi də mühəddislərin şeyxi adlandırıb. İbn Fıraq da deyir ki, onu özümdən də üstün bilirəm. Deməli, Zəhəbi Siyar-ı Aləmin Nübalədə 17-ci cild 175-ci səhifədə deyir ki, Əbu Abdurrahman Əs-Süləmi dedi, hakimi evində ziyarət etdim. Onların əlindən məscidə gedə bilmirdi. Çünki onlar onun minbərini qırmışdılar və onu evdən çölə çıxmağa qoymurdular. Hakimə dedim, çıxıb Muaviyənin fəziləti haqda bircə hədis nəql etsən, bu fitnədən qurtularsan. Hakim isə cavabında ona deyib ki, içimdən gəlmir, içimdən gəlmir. Bunu Zəhəbi qeyd edir. Deməli, Nəsai də bu fikirdə olub. Nəsaini elə o da fəziləti haqqında heç bir hədis bilmədiyini, bircə hədis bildiyini ki, Allah onun qarnını doyuzdurmasın, bədduanı bildiyini bildirir. Ona görə Nəsaini də döyüb öldürüblər, bu Muaviyə sevərlər. Yəni, burada biz Əhl-i-Sünnə düşmənçiliyi görürük. Əhl-i-Sünnə alimlərinə qarşı, hakimə qarşı, Nəsaiyə qarşı və s.
Daha sonra Əhl-Sünnə alimi Muhammed ibn İsmail Əs-Sənani, məşhur Yəmənli alləmədir. Alusi ona müstəhid deyib. Əs-Sənani görə nə deyir? Deyir ki, insanlar mənə bir görüş nisbət etmişlər. Bu mövzuda Rəbbimiz onlar əleyhinə şahiddir. Bizim Muaviyyədən razı olduğumuzu, onun rəşid, normal bir adam olduğumuzu söylədiyimizi iddia edirlər. Yalan söylədiniz. Vallahi, mənim qatımda Muaviyyə çox fasiq və xəbis şeytandır. Etdikləri səbəbilə lənətə gəlmişdir. Eləcə də oğlu Tağut Yezid. Bunu deyir Əs-Sənani Divanul Əmr-ü Sənanidə 127-ci səhifədə, həmçinin 161-162-ci səhifələrdə baxa bilərsiniz. Daha sonra Əhl-Sünnənin böyük alimlərindən Muhammed Əş-Şəfqani. Şəfqanini tanıyıram. Deməli, Şəfqani bunu deyir Vəblul Qəməm Alə-Şifail Üvəmdə 2-ci cild səhifə 416-417-də. Deyir ki, ümumiyyətlə Muaviyyə Əliyə müxalif olmağa, alternativ olmağa layiq kimsələrdən deyil. Lakin o heç bir xeyirli iş bilməyən, heç bir pis əməldən çəkindirməyən, əcəmi bir qövmün içində liderlik və dünya dərdində idi. Onları, yəni bu sadalıqlı insanları, Osmanın qisasını alma bəhanəsi ilə aldatdı. Onlar da buna inandılar. Bunu da Şəfqani deyir. Ümumiyyətlə, Muaviyyənin xəlifəliyi dövründə Ənsar cəmaatı da onu sevməyib, hörmət eləməyiblər. Çünki bu barədə oxuya bilərsiniz, Muaviyyənin Hicaza getməyi barədə mənbələr var, oraya baxa bilərsiniz. Məsələn, birini deyirəm sizə indi, İbn Əbdülbər Muaviyyənin tərcümə halında deyir. Muaviyyə Mədinəyə gəldikdə Ənsardan Əbu Qatadanı gördü və onunla arasında belə bir diyaloq keçdi. Ey Ənsar topluluğu, Muaviyyə deyir, ey Ənsar topluluğu, sizi məni qarşılamağa çıxmağa nə mane oldu? Onlar dedilər ki, başda Qatada olmaqla, dedilər ki, bizim miniyimiz yox idi. Muaviyyə də onların əkinçiliyi ilə məşğul olduğuna işarə edərək, aşağılamaq qəsdi ilə dedi ki, sizin sulama minişləriniz hardadır? Ənsar cəmaatı da cavab verdi ki, Bədir günü öldürmək üçün səni və atanı axtararkən onları kəsdik. Bunu gətirir İbn Əbdülbər Əl-İstiyabda 3-cü cild 142-də. Daha sonra gəlirik alim Əhməd Əl-Ğimari. Buna Sufidə deyirlər, Sufilərin alim də deyirlər, Əhl-Sünnə deyirlər. Hər halda Əhməd Əl-Ğimari Əl-Cəvabul Müfiddə səhifə 59-da bildirir ki, nasibilərin məskəninin Şam, Bəsrə və Əndəlis olması sir deyil. Bu hədislər səhihdir və onların səhihliyi barəsində hamı ittifaq edib. Bu hədislərə Muaviyyənin bütün ömrü boyunca minbərdən Əliyə lənət oxuması və bu adətin Ömər ibn Əbdüləzizin hakimiyyətinə qədər davam etməsi ilə bağlı, həmçinin Muaviyyənin Əli ilə döyüşməsi və ona kin və nifrət bəsləməsi ilə bağlı gəlib çatan mütəvatir hədisləri əlavə etdikdə, Muaviyyənin münafiq və kafir olması məlum olur. Bunu da Əhməd Əl-Ğimari deyir. Həmçinin bildirək İbn Teymiyyə Məcmuəl Fətavada 4-cü cild səhifə 485-də Həzrət Əlinin həm də tərəfdarlarının namazda qunut tutaraq lənət edib onlara. Həzrət Əli Muaviyyəyə və tərəfdarlarına namazda qunut tutaraq lənət edib. Bir-bir adlarını çəkərək. Bunu İbn Teymiyyə bildirir Məcmuəl Fətavada 4-cü cild 485-də. Hətta Həzrət Əlinin də namazda qunut tutaraq Muaviyyəyə lənəti var. Kitablarda gəlib bu. İbn Teymiyyə gəlib Minhəc-i Sünnədə cild 4 səhifə 245-246-da. Həmçinin də sonda bunu çox uzatmaq istəmirəm. Onun üstə çoxdur alimlər bu barədə danışan. Sonda Peyğəmbərdən bu barədə gələn məsələ haqqında deyək. Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Süfyanı eşşəyin üstündə gördü.
Muaviye eşeğin önünde gedirdi. Yezid eşeğin arkasında. Ebu Süfyan da eşeğin üstünde. Peygamber bu anda buyurdu. Allah lanet etsin eşeğin üstündekine, önünde ve arkasında olanlara. Hem deyir eşeğin üstünde olana, hem önünde olana, hem de arkasında olana Allah lanet etsin. Bu da Təbərin tarixində cild 10, səhifə 58-də belə zürədə keçir. Bu qədər. Çox uzatmaq istəmirəm.